Değerli dostlar, hörmətli izləyicilər, əla yerləşməyə sahib belə bir 4 otaqlı, müasir üslubda inşa olunmuş, yüksək təmirə və keyfiyyətə sahib olan 4 otaqlı həyətini çəkib göstərirəm. Evin çöl görünüşü bu qaydada değerli dostlar. Qabançıq daşlarla üzlənib, tikintisinə və keyfiyyətinə, təmirinə söz ola bilməz. Evin çöl görünüşü bu qaydadadır. Həyət yanı sahəyə baxaq. Giriş qapısı görürsüz, trap döşənli bu hissəyə. 3 sotdan inşa olmuş bir evin və torpağın kupçası var. Bu evdən çox idi, təkcə bu qalır satışda değerli dostlar. Solda və sağda yaşıllıq üçün yerlər nəzərdə tutulub, hündür zirzəmisi var. Paket kupçalı dövlət ipotekasına yararlı evdir. Evin ilkin qiyməti 145 min manatdır. Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində yerləşir. Baxın, zirzəmi sahəsi görürsünüz, betonlanıb. Atmalar bir daşdan bir atılıb, ancaq bu hissə atmadır. Digər tərəflərin böyük əksəriyyəti istipoldur. Masazlı qəsəbəsinin Yeni Bakı yaşayış kompleksinin olduqca yaxın bir məsafədə yerləşir. Görürsünüz, evin çölünə bir daha belə baxaq və keçə daxilinə tanış edeyim sizi. 4 otaqdan ibarətdir. Dəhliz sistemi istipoldur, dəhliz və sanuzel. Baxın, solda mətbəx sahəsi, sağda zal hissədir, digərləri sanuzel və 3 ədəd yataq otağı. Əraziyə bələd olanlar bilir, burada torpağın bir sotunun qiyməti 20-30 min aralığında dəyişir. Təşkil hardan baxsaq torpağın qiyməti 75-80 min manatdır. Evin ümumi qiyməti isə 145 min manatdır. Zal hissəni gördünüz, buraya yataq otaqlarından biri. Otaqlarda isidilmə radiator vasitəsilə təchiz olunur. Burası sanuzel. Yüksək kontingentə malik ərazidir. Tam yaşayışlı ərazidir. Deməli, bütün növ ictimai yaşayış obyektləri qısa ayaq məsafəsindədir. Burada növbəti belə bir yataq otağı, son olaraq mətbəx sahəsini göstərim. Masazlı qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa hissəsi. Evin 20 metrliyində bütün növ deməli obyektlər yerləşməkdədir. Marşrut xətti evin 20 metrliyindən keçir. Görürsüz, qaz xətti də mətbəxə daxil edilib. Qiyməti 145 minli paket kupçalı, yəni evin və torpağın kupçası var. Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Sağ olun, hələlik. Nömrəm 077 744 36 33.